torpağı. Bütün hamının anası da, başlı da, namusu da, gayreti de bu torpaktır. Bu torpaktan kim kalacak? Merdi meydana kalacak. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidi May ayının 8'i bizim şəhid qardaşımız Əsad Tahir Dəyətoğlu'nun anı günüdür. Biz deməli Qarabağ Əlləri Şuşa Qayğı İctimai Birliyinin sədri Savid Əsədov, mən Qarabağ Veteranlar İctimai Birliyi Koordinasiya Mərkəzi tərəfindən biz onun həyat yoldaşı Əsədov Lalə Əmir qızına biz fəxri fərman və medallarını təqdim edək. Xahiş edirik ki, elə bu bizim həmi dəftər günümüzdür, mayın işğalında Şuşa 8-ci Şuşa işğal olubdur. Həm də bizim qəhrəman döyüşlərimiz şəhid olubdur. Allah rəhmət eləsin, ruhu şad olsun. Mən istəyirəm ki, bacımız, bu bizim cəmiyyətimiz, ümumiyyətlə Respublikada tanınan zəfər medalımızdır. Bunu sizə təqdim edirəm. Bu medal ilə. Bu bizim ordumuz yarananda, yəni bizim milli ordu istəyir, polis də, o vaxt Azərbaycan ordusunun bütün hamısı təşkildədir, yəni abiyyazımızı edir. Bizim yaranma günü, ordumuzun yaranma günü münasibətilə də təqdim edirəm. Mən istəyirəm elə Sovet müəllim də bizim Qarabağ İctimai Birliyinin sədri fəxri fərmanları təqdim etsin. Çox sağ olun. Bəli, Ədalət müəllim, benimlə şəxsən mənim laf kədərli günümdür. Ona görə ki, mən öz qardaşımı itirmişəm. Qardaşımla birlikdə 3 qardaşım əsəb oldular, şəhid oldular. Allah qələmdə rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günləri həqiqətən də anım gün olduğuna görə bacı, Allah sağını sağ eləsin, Allah köməyində dursun. Mən elə bilirəm ki, mənim qardaşım şəhid oldu. Çünki siz o qədər onun balalarına, özünə, yəni ki, çox gözəl saxlamışsınız ondan sonra. Allah sağını sağ eləsin. Siz qəhrəman varsınız. Və bu günləri Allah sağını sağ eləsin evladının atası polis olubdur. O özü də həmin yolu seçdi, o evladı. Bu günləri Natiq həmin atasının yolunu davam edir. Yəni buna görə sizlərə çox minnətdarım. Allah can sağlığı versin sizə. Və nə deyim valla, mən də bu fəxri fərmanı Qarabağ Əlləri Qayğı İctimai Birliyinin adından, bütün o qardaşların adından, orada hardasa bir 60-70 nəfərə kimi döyüşçülər var ki, onlar da qardaşım Tahirin, hamısı istəyən insanlar onu sizə təqdimat üçün verilir. Yəni Allah sağ eləsin. Biz də elə əsl şəhid qadını oldu ki, onu gözləyir, onun yolunu gözləyir, onun balalarını böyüdər. Siz həqiqətən də fədakar bir qadınsınız ki, indi bilirsiniz də çox şəhidlərimiz var, ancaq onların yoldaşı bəziləri çox hörmətsiz yanaşırlar da onu görür. Amma o qadın ki, öz həyat yoldaşının, vətən uğrunda yolunu, onu hörmətlə balalarını aşırırsa, ona qəhrəman demək olar. Biz də Azərbaycan Respublikasının Vətən Müharibəsi Veteranlar İctimai Birliyi adından sizə fəxri fərmanı təqdim edirik. Xahiş edirəm bu bacımıza bir alqışlar. Köməyiniz olsun. 1992-ci ildə hamı kimi Tahir də silaha sağlaraq 92-ci ildə 3 evladını mənə əmanət edərək döyüşə getdi. Döyüş vaxtı da o öz yaxınları ilə birgə döyüşərək qəhrəmancasına şəhid oldu. Mən bu günləri mənim üçün çətindir danışmaq. Həmi şərəflidir, həmi ağırdır danışmaq. Çünki onların əmanətləri mənim üçün dünya deməkdir. Allah canlarını sağ eləsin, Allah ömürlərini uzun eləsin. Bu günləri Natiq Əsədov Şuşa rayon polis şöbəsinin atası işlədiyi şöbədə onun işini davam elətdirir. Allah onların rəhbərlərinə də, özünə də, yoldaşlarına da, xidmət yoldaşlarına da can sağlığı versin. Bu günləri torpağımızın azad olması yəqin ki, hamımıza bəllidir. Biz arxeyin gəlib gedirik.
Sağ olsun Ali Baş Komandanımız, vətən uğrunda canlarını qoyan şəhidlərin bu günləri Allah onların məkanlarını cənnət eləsin. Allah qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun, dövlətimizi qorusun, dövlətçiyimizi qorusun. Allah sizləri var eləsin. Bugün hamımız üsbəkli bayrağın altında bu günləri şad firavan yaşayırıq. Bəli, şərəfli bir addır şəhid adı. Şərəfli, mən fəxr edirəm, həm də qürur duyuram ki, mənim yoldaşım vətən uğrunda canını fəda edir, bu torpaq uğrunda. En yüksek mertebe. Ən yüksək, uca mərtəbəyə yüksəlifdir. Bütün şəhid analarının adını əllərindən öpürəm, onlara səbir diləyirəm, qazilərə can sağlığı, Allah uzun ömür versin, Allah ordumuzu, dövlətimizi qorusun. Çok Çox sağ olun. Çox sağ olun. Əziyyət çəkib gəlmisiniz. Bugünkü gün atamın, əmilərimin, eləcə də kəndimizin, Tursu kəndinin, şəhidlərin anım günüdür. Bunu ki, belə qeyd edirsiniz, sizə, sizin rəhbərçilik elədiyiniz təşkilatlara, onun üzvlərinə çox sağ ol deyirəm. O insanlar hər birisi vətən üçün döyüşmüş, əziyyət çəkmiş oğlanlardır, yiğitlərdir. Hamınıza can sağlığı diləyirəm, uzun ömür. Nə xoşdur ki, bizə 8 ayda bu tədbirlər illərlə olubdur bizdə. Amma biz 8 ay artıq Şuşada, yəni bu ağırlı günümüz olsa da biz artıq Şuşada atamın, əmlərimin, doğmalarımın, eləcə də minlərlə oğlum canından, qanından keçdik Şuşamızda bu tədbirə yürüşürük. Çox sağ olun, sizə minnətdaram, hər birinizə zəhmət çəksin. Var olsun. Biz şəhid ailələrinin ki, sizlər ki, yad edirsiniz, elə bilirik ki, o bizə dünyadır. Allah sizi var eləsin, Allah canınızı sağ eləsin. Bu işimiz elə əbədi olsun, bir-birimizi itirək. Bizi itirib axtaranda biz yaşayırıq. Biz yaşayırıq onu. Amma yaddan çıxanda bilirik ki, yəqin şəhidin urvatı yoxdur. Mən ona bu günləri, bugün biz öz şuşamıza bunu qeyd edirik. Allah canınızı sağ eləsin. Nə bileyim, ordumuzu Allah qorusun. Sağ olun. Bilirsiniz, Allah hər bir kəsə çalışan da qismət eləsin. Tahirdir, Mecnundur, Elşəndir. Bu qardaşlarım mənim əlim oğlanlarıdır. Hər biri mənim yaralı ürəyimdir. Allah hər birisinin ailələrinin canını sağ eləsin, balalarının canını sağ eləsin. Böyünlərim mən şəxsən onların balalarına fəxr edirəm, başda Natiq olmaq şərtinə. Natiq, yəni bu günləri Şuşa polisində mənim ən sevindiyim bir baladır ki, Alsan qoyur. Və atasının da böyünləri vuruşatdır ki, belə bir balası var. Anasına Allah can sağlığı qismət eləsin ki, doğrudan da bizim belə dəyərli bir asaqqal yanı olan bir bacımız oldu. Allah sənin canını sağ eləsin, Allah səni var eləsin. Allah balaların canını sağ eləsin. Bu günləri doğrudan da Şuşamızda gəlib bu təqdimatı eləmək bizim üçün də böyük bir şərəfdir. Bu günləri qardaşlarımın da ruhu şaddır. Ona görə ki, o Şuşa alındı, bütün onların da ruhu şad oldu. Amma mən bilirəm ki, sən nə zülümlər çəkdin, amma bu günləri yenə bəhrəsini görə bilirik. Onların ruhu şaddır, onların adı ucadır. Şəhid ömürlük yaşayandır. Mənim qardaşlarım bir onu bilirəm ki, yaşayacaqdır. O qardaşlarıma mən qurban olum. Allah sizdən razı olsun, Allah sizdən sağ eləsin, borcumuzdur. Belə olmalıdır. Yəni Allah sizi var eləsin ki, siz doğrudan da belə gözəl balalar, hələ o bir balalarının mən indi çəkə bilmədik. Yəni hamısı dəyərli, Allah köməyinizdə dursun. Var olun, sizə çox minnətdaram. Sağ olun.